Belə deyim də, mən ağlayan bir qadınla mübarizə aparmamışdım illərdir. Mənim o davam ağlayan, sızıldayan, yəni o insanla olmamışdı. Mənim dava apardığım insan qol gücünü göstərən, həqiqətən də zamanında çox vaxtlarda da gücünü gördüyüm yəni bir insan idi. Biz onu hər zaman güclü görmüşük. Bəli. Nə bilim, bu insanla mübarizəm, yəni bizim illərdir, yəni olub. Mən çünki yeni başlamışdım. Mən bu sənətdə çox yeni idim, təzə idim, dostlarım yox idi, ətrafım yox idi, bu qədər populyarlığım yox idi və o gücsüz halımla mübarizə aparırdım. Çox güclü bir insanla mübarizə aparırdım. Amma mənim orada o verilişdə ağlamaqdan sonra mənim mübarizəm də, hər şeyim də bitdi yəni. Bitirdim ondan da. Təsadüfən mən bilmirim, gözləmirdim gələcəyini. Düzdür, deyirdi gələcəm, amma sonra bizim rəfiqəmiz Kolu xanımın, mənim bacım, əzizim, doğmam, onun mağazasına gəldi. Orada danışdıq məsələləri, yəni qaranlıq qalan, hansı ki bir-birimizə acıq gəlirdi, qıcıq gəlirdi, bu şeylərdən alovlanırdı, istər-istəməz bir kəlmə, bir söz ağzımdan çıxırdı və yaxud da onun ağzından çıxırdı, nələrsə yaranırdı. Biz bu məsələləri bağladıq, belə deyək. Aydınlaşdırdıq. Bəli, aydınlaşdırdıq, məsələni bağladıq və artıq bir-birimizə o, belə deyək də, nələrdən ki bir-birimizdən qıcıqlanırdıq, çıxırdı ağzımızdan bir söz çıxırdı. Yəni bu şeyləri sonlandırdıq, nöqtələdik. Yəni dəqiq sonlandı. Bəli. Yəni yeni bir hadisə olmayana qədər mən tərəfdən sonlandırdım. Yəni Vəfa deyir ki, mən sonlandırdım, mən tərəfdən.